sizə əfsanə yazdım. Qızılgül və maralın əfsanəsi. Meşədə maral yaşayırdı. Maral tək gəzməyi xoşlayırdı. Bir gün maral qızılgül gördü. Gül ona dedi: "Salam maral, gəl birlikdə günəşi izləyək." Maral utandı, amma gülə yaxınlaşdı. "Mən danışmağı bacarmıram," dedi. Qızılgül gülümsədi. "Sən bacararsan. Sadəcə bir söz de. Məsələn, salam." Maral asta səslə dedi. "Salam." Qızılgül alqışladı. "Əla, bax sən danışdın." Hər gün maral Qızılgülə baş çəkirdi. O yavaş-yavaş daha çox söz deməyə başladı. Bir gün maral başqa heyvanlara dedi: "Salam, mən maralam." Qızılgül fısıldadı. "Maral, sən çox cəsursan. Danışmaq çətin ola bilər, amma cəhd etmək gözəldir. Hər kiçik addım bir uğurdur." Videonu bəyənin və paylaşın. Sağ olun.